Qarışıqdakı maddələr qarışqa turşusu və sirkə turşusu verib, kütləsi 290 qramdır. Artıq miqdarda natriumla reaksiyasından alınan hidrogenin mol miqdarı da 3 moldur. Gəlin baxaq. HCOOH üstəgəl natrium buradan alınacaq. HCOO natrium üstəgəl H2. CH3COOH üstəgəl natrium buradan CH3COO natrium üstəgəl H2. Əmsallaşdıracağım. Burada da hidrogenden başqa hamısına 2. Məsələn, bunu X mol götürsəm, bunu Y mol götürsəm, bunu məsələn X-sa bu 0,5 X-dir yarısı, bu da Y-sa 0,5 Y-dir. İndi burada bir məsələ var. Qarışığın kütləsi 290-dır. Bizdə qarışqa turşusunun kütləsini soruşur. Yəni, bunu X götürsəm, 46X üstəgəl 60Y mR bərabər 290. 0,5 X üstəgəl 0,5 Y də bərabərdir 3-ə. Belə bir sistem tənlik qurduq biz. Bu sistem tənlikdən X-imiz eləyəcək 5, Y-imiz eləyəcək 1. Bizdən də qarışqa turşusunu soruşur. Qarışqa turşusu 46X idi. 46-nı da 5'ə vuranda eləyəcək 230 qram. Cavabımız 230.